Salam, axşamınız xeyir olsun dəyərli şagirdlər. Xoş gördük hər birinizi. Sualımız belə ki, 8-ə böldükdə qalıqda 6, 12-yə böldükdə qalıqda 10, 18-ə böldükdə qalıqda 16 alınan ən kiçik naturel ədədin rəqəmləri cəmini tapın. Qalıqlı bölmə aid bir sualdır. Bir qədər fərqli bir sualdır. İzaha diqqətlə qulaq assanız, bu tipli sualları tez bir vaxtda yazacaqsınız. Demək, sualımızı demək yazıram belə. Demək 8-ə böldükdə deyir, qalıqda 6. 12-yə böldükdə qalıqda neçə qalır? Qalıqda 10. 18-ə böldükdə qalıqda 16. Uşaqlar fikir verin. Bölən 8-dir, qalıq 6-dır. Fərq nədir? Fərq 2-dir. Düzdürmü? Bəli, düzdür. Bölən 12-dir, qalıq 10-dur. Fərq neçədir? Fərq 2-dir. Bölən 18-dir, qalıq 16-dır. Fərq nədir? Fərq 2-dir. Əgər bölənlə qalıq arasındakı fərqlər bərabər olarsa, nə edirik? Verilmiş bölənlərin əkobunu tapırıq. Əkob 8, 12, 18-in əkobunu tapırıq. Nəyə bərabərdir? Verilmiş ədədlərin əkobu 72-yə bərabərdir. 72-ni tabii 72-dən həmin bu fərqi çıxırıq. Qaldı nə? Qaldı 70. Bəli, 70 ədədini 8-ə böldükdə qalıqda 6 alınır, 12-yə böldükdə qalıqda 10 alınır, 18-ə böldükdə 16 alınır. Yenə deyirəm, əgər bölənlə qalıq arasındakı fərqlər sabit olarsa, yəni hər biri bir-birinə bərabər olarsa, o zaman verilmiş bölənlərin əkobunu tapmaqla, yəni bölünən ədədləri tapmaqla onlardan həmin o fərqi çıxırıq. Yerdə qalan axtardığımız ədəd olur, yerdə qalan ədəd. İnanıram ki, bilənlər bilirdi, bilməyənlər də inanıram ki, maraqlı oldu. Sağ olun, gecəniz xeyir.